A kişi, deyirəm sənin ağıllı qadınlar xoşuna gəlir, yoxsa gözəl? Heç biri. Elə şey olar. Niyə olmur? Ona görə də səni almışam. Ay atondan imkan vermir, 5 dəqiqə rahat oturaq. Nə istənirsən, söz soruşuram da. Ata, mübarək nəyə deyirlər? Təzə nəsə bir şey alanda deyirlər mübarəkdir. Bəs köhnə şeyə nə deyirlər? Köhnə şeyə ifritə deyirlər. Az, ifritə! Gəl çayımı təzələ. Gəl. Salam, doktor. Əleyküm. Ölürəm. Mənə satan elə ölər. Aran ağrıyır. Ölürəm həkim. Başın ağrıyır. Yox. Aran ağrıyır. Boğazım. Bir dəqiqə yoxlayaram. Dərman yazaram sənə. Yaxın gəl. Bir dənə A elə, A. Həkim, böyük ya eləyim, kiçik ya. Dayoğlu. Ay dayoğlu. Hə, Bir daha maşına baxardın da. gələm, bir dənə gözlə. Allah. Nə olub maşına? Sürəndə bir vazı səs gəlir. Kapotu açıq mənə. Dayı, Ha, maşını xotda. otlayım. Hə. Səs gəlir. Eşitmirsən, gəlir də. Maşını söndür. Söndürüm. Hə. İndi gəlir. Yo, gəlmir. Ya Allah, yaxşı yox. Gölcük quli balama nə hazırlamışam? Can, mama qurban, aç ağzını. Açsın mama qurban, ağzını açsın. Amelə. Ayağındı bana. Tatlıdır. Diyan mama sənə pomidorundan versin. Pomidorundan da yiyin. Aç ağzını, mama qurban, aç ağzını. Yo, istəmirəm. Aç ağzını. İstəmirəm. Yi bunu, səni oppa yaparım. Yo, yemirəm. Mama qurban, yi bunu, gedək gəzməyə. Yo, yemirəm. Aç ağzını, mama qurban. Yo, istəmirəm. Bir dənə amelə. İstəmirəm. Bax, yeməsin, cinləri çağıracam ha. Ana, səncə cinlər bu yeməyi yiyəcək? Qonşu. Hə, Nətərsən? sağ ol, sən necəsən? Şükür Allaha, yaxşıyam. Qonşu, sən bilərsən. Deyir, Sibirdə hava -60'dır.
Onu deyən qələt edir səndən başqa. Dünən özüm oradaydım, təzə gəlmişəm. Evin içində mənfi 40-dır. Amma çölü deyə bilmərəm. Sağ ol. Allah canını sağ eləsin. Qardaş oğlu, sən Rafın olsa? Yo, dayı, şəf salmışım. Allah bilməz, necən Rafın oğlu deyiləm? Yo, dayı, tanımıram Rafı. Sən mənə deyirsən ki, mən Rafın oğlu deyiləm. Mənim gözümün içinə baxa-baxa deyə bilərsən ki, ya, mən Rafın oğlu deyiləm. Bu gözümün içinə bax, andiz ki, mən Rafın oğlu deyiləm. Dayımın qəbrinin yanında olsun, mən Rafın oğlu deyiləm. Hə? Yaxşı, yaxşı. Amma mən sənə deyirəm ki, sən Rafın oğlusan. Dayı, doğrudan mən Rafın oğluyam. Hə? Dayı, ne diyormuşam burada? Qaçım da mən, hə? Qaçım. Qaçım evdə anamdan soruşum ki, mən kimin oğluyam? Hə? Salam qonşu. Salam, salam. Necəsən? Sağ ol, sən necəsən? Sağ ol, yaxşı olasan. Ay qonşu, səni görmüşkən bir söz soruşum. Sən bilərsən, deyirlər Dubayda qar yağır. Düzdür? Onu səndən başqa kimdir, qələt eləyir. 3 gündə arvadım Dubaydadır. Elə şey olsaydı mənə deyərdi. Hə, çox sağ ol qonşu. Sağ ol, sağ ol. Köpək oğlu, yaman tanış gəlsən amma. Adın nədir sən? Yox. Demə, demə. Adımın baş hərfindirən dayın özü tapacaq. Yox. Yaşar, Yox. Yusif, Yox. Yəhya, Yox. Yasəmən, Yox. Yaqub. Yox. Və nədir sənin adın? Yamazan. Ramazan? Birinci əvə düşdürək. Külümü qoyun başçıva. Yenə içib gəlib eşək kimi uzanmışsan qapının ağzında. Biabır olduq qonşuların içində. Narahat olma arvad. Heç kim görmədi. Sürünə gəlmişəm. Kül başçıva. Necəsən? Yaxşıyam. Haradan gəlsən? Dərsdən. Yaxşı oxuyursan? Hə. Hə. Boy olmadığını sübut edəcəksən bugün? Hə. Sağ verin. Ver. Qardaşımın bacısı mənim nəyimi sayılır? Bilmirəm. Yanında saxlar. Qardaşımın bacısı mənim bacımı sayılır. Toy sanki elə, toy. Nə oldu be, Qəliləm? Baba, Adil əmin yenə mənə tupoy dedi. Niyə görə? Mənə elə çətin sual verdi ki, tapa bilmədim. Nə çətin sualdır ki o? Verirlər sualı mənə. Dedi ki, qardaşımın bacısı mənim nəyim sayılır?
Doğrudan da poysan, sənin bazın sayılır da. Gördün, çətin sualdır. Sən də tapa bilmədin. Mənim yox, Adil əminin bacısı sayılır. Dur cəhənnəm ola buradan. Axmağın biri axmaq.